Salam, hər vaxtınız xeyir əziz üçüncülər, videonu izləyən valideynlər və müəllimlər. Hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim videoza 3-cü siniflərin oxuyub anlama mətnləri ilə bağlı olacaq. Vaxt itirmədən gəlin ilk mətnimizə başlayaq. Onu qeyd edim ki, bundan öncəki 3 mətnlə sizi tanış etmişdim. İndi isə növbəti 3 mətnlə də tanış eləməyə çalışacağım. Vaxt itirmədən başlayaq. İlk mətnimiz Beynəlxalq Uşaq Kitabı günü olacaq. Yəqin ki, gördüyümüz kimi informativ mətndir. Başlayaq mətnimizə. İstəsəniz dayandırıb oxuyub sualları təhlil birlikdə edək. İstəsəniz də mənimlə birlikdə oxuyub təhlil edə bilərik. Başlayaq. Deyir ki, 1953-cü ildən hər il aprelin 2-si dünyada Beynəlxalq Uşaq Kitabı günü kimi qeyd olunur. Bu günün seçilməsi təsadüfi deyil. Məşhur nağılçı Andersen 1805-ci il aprelin 2-sində dünyaya göz açıb. Bu tarixdə qeyd olunmasını Yella Lepman təklif edib. O həmçinin 1953-cü ildə uşaq ədəbiyyatı üzrə balaca Nobel mükafatının təsis edilməsini də təklif edib. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən aprelin 2-si Beynəlxalq Uşaq Kitabı günü kimi təsis edilib. Uşaqların intellektual inkişafında kitabın rolunu yüksəltmək, sevgi aşılamaq, həmçinin diqqəti uşaq kitablarının nəşrinə yönəltmək bu günün keçirilməsində əsas məqsəddir. Valideynin uşağa verə biləcəyi ən böyük hədiyyələrdən biri mütaliə və kitaba sevgidir. Uşaqların oxumağı bacarmadığı dövrlərdə onlara kitab oxumaq, kitab haqqında müzakirə aparmaq, düşüncə tərzini formalaşdırmaq vacibdir. Hər bir uşaq erkən yaşlarından kitabla tanış olmalıdır. Uşaq kitablarının tarixi 1477-ci ildən Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsi ilə başlayır. İndi isə 4 sualı təhlil edək, görək nə verir bizə bu 4 sualda. Şura neçənci ildə Beynəlxalq Kitab günü kimi təsis edib? Birinci sualda, üzr istəyirəm, bir saniyə. Birinci sualda deyir, Şura neçənci ildə Beynəlxalq Uşaq Kitabı günü təsis edib? Təbii ki də burada qeyd edilib ki, 1967-ci ildə. Baxın, 1967-ci ildə Uşaq Kitabları Şurası tərəfindən aprelin 2-si Beynəlxalq Uşaq Kitabı günü kimi təsis edilib. İkinci sualda bizə deyir, verilmiş suallardan hansının cavabı mətndə yoxdur? Uşaq kitablarının yaranma tarixi nə zamandır? Təbii ki də bu 1477-ci ildə bizə verilib. Daha sonra bu günün keçirilməsində məqsəd nədir? Məqsədi də orada yazılmışdı uzun uzadı. Uşaq hər gün neçə səhifə kitab oxumalıdır? Buna aid bizim bir variantımız yoxdur. Balaca Nobel mükafatını təsis etməyə kim məsləhət görmüşdür? Burada 1953-cü ildə uşaq ədəbiyyatı üzrə balaca Nobel mükafatının təsis edilməsini təklif edib. Kim təklif edib? Yella Lepman təklif etmişdi. Buna aid də var. Aid olmayan C variantı oldu. Üçüncü tapşırıqda deyir. Bu günün təsis edilməsində məqsəd nə idi? Verilənlərdən biri səhvdir. Səhv olanı istəyir. Baxırıq, uşaqların intellektual inkişafında kitabın rolunu yüksəltmək. Bu düzdür. Kitaba qarşı sevgi aşılamaq. Bu da düzdür. Diqqəti uşaq kitablarının nəşrinə yönəltmək. Daha çox pul qazanmaq. C də səhvdir, amma pul qazanmaq kimi bir məqsəd yazılmamışdır. Cavabımız olacaq D variantı. Niyə məhz aprelin 4-də deyir? Niyə məhz aprelin 2-si Beynəlxalq Uşaq Kitab günüdür? Yəni, nə səbəbə məhz aprelin 2-si olmuşdur? Təbii ki də, çünki Andersen o tarixdə anadan olub və ona görə də həmin gün qeyd edilir. Cavabımız elə A variantı olmuşdur. Baxırıq ikinci mətnə. Qədim saatlar. Ən qədim saatlar günəş saatları hesab olunur. Günəş saatını düzəltmək ilk Misirlilərin ağlına gəlib. Günəşin hər gün müntəzəm bir hərəkətlə doğmasını, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olmasını, sonra batmasını müşahidə ediblər. Bu saat meydanın yüksək bir yerində qoyulan daşdan ibarət olub. Qədim Misirlilər günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməkdə vaxtı ölçüblər. Günəş saatından sonra bu saat yaranıb. Daha doğrusu
Günəş saatından üzr istəyirəm. Günəş saatından sonra su saatı yaranıb. Yunan riyaziyyatçısı Ktesibios'un adı ilə bağlıdır. Bu saatının üzr istəyirəm. Su saatının dibində deşik olan qab var idi. Qaba müəyyən miqdarda su tökülür. Su axıb qurtardıqda vaxt ötüb keçirdi. Bu saatların çatışmayan cəhəti suyun sürətinin sabit olmaması səbəbindən vaxtın qeyri-dəqiq ölçülməsi idi. Qabda suyun həcmi dəyişdikcə qabın dibindəki təzyiq də dəyişirdi. Bu da suyun axın sürətinə birbaşa təsir edirdi. Digər tərəfdən deşiyin çirklənməsi də saatın dəqiqliyini aşağı salırdı. Sonralar Ktesibios qabdakı deşiyin dəqiqliyini artırmaq üçün deşiyi qızıldan və ya xüsusi daşlardan hazırladı. İndi baxaq suallarına. Deməli ilk sual. İlk sual. Mətnə əsasən doğru olmayan fikri müəyyənləşdirin. Yəni səhv fikri istəyir. Baxırıq. Su saatları ilkin vaxtlarda dibində deşik olan qabdan ibarət idi, düzdür? Daha sonra Günəş saatının yaranması Yunan riyaziyyatçısı Ktesibios'un adı ilə bağlıdır. Xeyr. Qədim Misirlilər günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməklə vaxtı ölçüblər, düzdür? Günəş saatından sonra su saatı yaranıb, bu da düzdür. Səhv olan B variantıdır. İkinci sualda deyir, ən qədim saat hansıdır? Təbii ki də ən qədim saat günəş saatıdır. Sonra su, daha sonra digərləri yaranıb. Üçüncü tapşırıqda deyir, mətnin məzmunundan hansı fikri çıxarmaq olar? Su saatı ilə vaxtı dəqiq ölçmək mümkün olmurdu. Olur da, yəni bu düzgün cavabdır. Olmaz deyirsə səhv axtarır. Günəş saatı ilə vaxtı yalnız gecələr ölçmək olurdu. Bu yanlışdır. Cavab elə B variantı. Su saatları ilkin vaxtlarda dibində deşik olan qabdan ibarət idi. Düzdür. Zamanı ölçməyə çalışan insanlar müxtəlif üsullardan istifadə ediblər. Bu da düzdür. Səhv olan B variantıdır. 5-ci tapşırıqda deyir, mətndə fərqləndirilmiş sözün leksik mənasını müəyyənləşdirin. Müntəzəm sözündən söhbət gedir. Müntəzəm də ardıcıl olaraq deməkdir də. Yəni cavab A variantı olmuş olacaq. Baxırıq. Nəsibə Zeynalova mətn 6-ya. Nəsibə Zeynalova 1916-cı ildə Bakıda anadan olub. Atası Cahangir Zeynalov övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. O da atasının arzusunu inamla həqiqətə çevirib. Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yələnmişdir. 1932-ci ildə Rıza Təhmasibin Dram Dərnəyinə üzv olub. Şəmsi Bədəlbəyli onun istedadını zavodun öz fəaliyyət dərnəyinin çıxışında görür və Nəsibəni Müşfiqli komediya teatrına işə götürür. Onun köməkliyi ilə Nəsibə xanım Bakı teatr texnikumunu da bitirir. Ömrünü musiqili komediya teatrı ilə bağlayan aktrisa sənət ocağında fəaliyyət göstərdiyi illərdə canla başla çalışıb. Aktrisa teatrda Qızıl Axtaranlar, Rəisin arvadı, Hicran tamaşalarında uğurlu obrazlar ifa edib. Kinoda da bir-birinə maraqlı obrazlar yaradıb. Ögey ana, qaynana, böyük dayaq və sair filmlərində yaratdığı obrazların hər biri filmlərin adlarını çəkən zaman tamaşaçının gözləri önündə canlanır. Xüsusilə Cənnət xala qaynana rolu zəngin ifadə vasitələri, reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. İndi baxaq suallarına. Nəsibə Zeynalova harada anadan olmuşdur? Təbii ki də Bakıda. Cavabımız D variantı. Uşaqlar, onu da bildirim ki, informativ mətn nisbətən asan mətn sayılır. Çünki bütün informasiyalar mətndə öz əksini tapır deyə daha tez suallara cavab tapmaq mümkündür. İkinci sualda bizə deyir, Nəsibə xanım neçənci ildə Dram Dərnəyinə üzv olub? Təbii ki də 1932-ci ildə qeyd olunmuşdu. Baxın burada. Cavab elə A variantı. Daha sonra, hansı sualın cavabı mətndə yoxdur? Nə zaman Dram Dərnəyinə üzv olur? Bu var. Hansı tamaşalarda oynayıb? Bu da bir neçə tamaşası qeyd olunmuşdu. Neçənci ildə vəfat edib?
Bu haqda bizə məlumat verilməyib. Hansı filmlərə çəkilib? Buna da cavab tapmaq olar, amma neçənci ildə vəfat etdiyi ən azından bu mətndə verilməyib. 4-cü tapşırıqda deyir, hansı fikir doğru deyil? Doğru olmayanı istəyir. Nəsibənin anasının ən böyük arzusu qızının aktrisa olması idi. Elə səhv olan variant A variantıdır. Çünki atasının ən böyük arzusu qızının belə deyim, aktrisa olması idi. Cavab A variantı. 5-ci tapşırıqda deyir, altından xətt çəkilmiş sözün leksik mənası nədir? Altından xətt çəkilmiş sözü birinci tapaq. Aha, sənət. Sənət sözünün leksik mənasını istəyir. Təbii ki də sənətini davam etdirmək, yəni peşəsini davam etdirmək idi. Cavabımız olacaq A variantı. Uşaqlar, bugünlük izahımız bu qədər. Videonu bəyəndinizsə bəyənməyi, kanala abunə olmağı, dostlarınızla bölüşməyi unutmayın. Hələlik.